Hər vaxtınız xeyir olsun, əziz Biznes Biznes rubrikasının izləyiciləri. Sinkers kanalında yeni bir buraxılışla qarşınızdayıq. Ramazan bayramına özəl bir buraxılışımız var. Bu buraxılışa özəl, Ramazan bayramına özəl YouTube-da ən çox izlənən, sosial şəbəkələrdə ən çox izlənən, ən çox ümumiyyətlə sosial şəbəkələrdə rəy alan, bəyənmə alan və bizdən kənar xarici kanallar tərəfindən, özəl saytlar tərəfindən paylaşılan bir buraxılışımız var idi. O buraxılışın da sahibi Xəqani müəllim Səfərov idi. Fəxri qonağımız kimi, fəxri spikerimiz kimi dəvət eləmişik. Xoş gəlib, səfalar gətiribsiniz müəllim. Xoş gördük. Çox sağ olun, təşəkkür edirəm. Necəsiz? Bu ən elə dediyim ki, mən özüm. Sağ olsunlar. O çıxışdan sonra kifayət qədər feedbacklər gəlmişdi mənə. Hətta ölkə xaricindən də yazanlar var idi. Belə, çox sağ olun. Allah. Yaxşı şeylər deyim. Mənim yeganə adamlardansınız ki, sizin postunuzun da altına mənfi şeylər yazdılar. Bir dəfə mənə zəng eləyib demədiniz ki, Cavidan onları sil. Niyə? Mən düşünürəm ki, mənfi şey yazmaq da, yəni necə ki, kimsə təşəkkür yazır, müsbət şey yazır, ona tolerantlıq qədər mənfi şeyə də tolerantlıq lazımdır. Mən sevinirəm elə şey görəndə, özündən asılı olmayaraq mənə ləzzət eləyir. Çünki həmişə insan haqqında pozitiv şeylər olmayacaq ki, yəni kimlərsə də səhv fikirləşməlidir, səhv deməlidir. Bəzən nə bilim onların dediyindən biz də götür qoy eləyirik. Mən heç vaxt bunu haqqında düşünmürəm ki, yəni silinməlidir onlar. Sağ olsun, saytlar, sosial şəbəkədəki profillər paylaşıblar. Bizim loqomuzu da siliblər. Ona görə də təşəkkürlər. Paylaşılan reelslərin adlarını adətən belə qeyd ediblər. Əsl kişi hərəkəti. Kişi belə eləyər. Bunun adı kişi hərəkətidir. Nə demadı ki? O sizin evdən gedib pul gətiribsiz, təzminat kimi kiməsə veribsiz. Kişi hərəkəti, kişi hərəkət. Elə bu kişi hərəkəti söhbəti düşmüşüm. Bir dənə sual var burada. Deyir ki, biri sual verib ki, hansı ki izləyicilərdən biridir. Müəllim, mən pul qazanmağa başlamağa qərar verən gündən bəri borcun içində boğuluram. Mən nə edeyim, kişi? Nə edə bilərəm Xəqani müəllim, elə yazıb. Sualdır, başladı. Sualdır, başladı. Pul qazanandan borc içindədir. Deyir, pul qazanmağa qərar verdiyim gündən bəri borc içində batıram. Deməli, yaxşı sualdır. Burada ümumiyyətlə pul, gəlin bir dənə belə burada ən fundamental bir şey deyim ki, bəlkə də indi bu belə metafizik olacaq və biraz anlaşılmayar və yaxud da düz başa salanmayarım. Ümumiyyətlə borc maddi hadisə deyil. Kimisə borcu varsa və bu borc ona əziyyət verirsə, borc məntiqi, yəni o borcun əziyyətini çəkirsə də bu mənada, yəni onun pulla bağlı problemi var. Onun qıtlıqla bağlı problemi var. Onun bolluqla bağlı problemi var. Yəni qətiyyən və qətiyyən borcun maddi hadisə olduğuna inanmıram. Yəni indi o dostumuza aid deyil, suala ümumi kontekstdə cavab vermək istəyirəm. Şəxsi müstəvidə biraz cavab vermək düz olmaz. Amma böyük ehtimal ki, o adam pul qazanmaq istəyir, çünki pul qazanmaq istəyir. Ona görədir sorun. Yəni pul qazanmaq üçün istəmək özü bir problemdir də. Yəni sən onu mərkəzə gətirmiş olursan. Yəni bütün biz milyonçu adamlara diqqət eləsək görərik ki, onlar pul qazanmaq üçün eləməyib bunu. Məsələn, tutaq ki, nə bilməyək, belə banal səslənsə də Steve Jobs deyək də, o qətiyyən milyarder olmaq üçün bu prosesi eləməyib. O bir şeyin öhdəsindən gələcəyini düşünüb və bunu challenge kimi elədiyi üçün pul ona sonra gəlib. Ümumiyyətlə, pul mərkəzi hadisə deyil, pul bir şeyin yanında gələn hadisədir. Əgər biz pulu mərkəzə çəkəndə həmişə puldan problemimiz olacaq. Əgər pulu mərkəzə çəkməyib, dəyər yaratmağı, xidmət eləməyi, həll tapmağı, problem həll eləməyi mərkəzə çəksək, bu və ya digər mənada pul gələcək. Yəni bilmirəm, belə ifadə. Amma burada bir tələ sualda nədir? Sən pul gəlmək üçün yalandan belə xidmət məntiqində olasan, yox, onda da gəlməyəcək. Çünki bu bir ruhiyyədir də. Pul bir enerjidir. Düz adama gəlir də o enerji, düz duyğuda olan adama gəlir. Yəni qıtlıq bilincində olan, yəni bolluq düşünə bilməyən, ürəyi cılız olan adama pul gəlmir. Yəni ki, bu qaydadır.
okey. Qıtlıq bilincində olmaq, ürəyi balaca olmaq, nə deməkdir bunlar? Məsələn, görür ki, kimsə maşın sürür, bahalı maşın, deyir ki, Allah bilir, oğruyub. O ümumiyyətlə cəmaatın haqqına girib belə elə. Niyə? Çünki qıtdır da, başa düşmür ki, bir adam o pulu qazana bilər və onu halal qazana bilər və onu normal qazana bilər. Onu düşünə bilmir, qıtdır. Əgər siz belə özünüzdən yuxarı adam görəndə qısqanırsınızsa, paxıllığını çəkirsiniz, qıtsınız. Yəni qayda da bu. Yəni naborot əksinə belə deyək də, o özündən böyük adamı da görəndə qucaqlamalısan, balaca adamı. Ümumiyyətlə böyük balaca da görməməlisən belə baxanda. Maddi olaraq özündən kimsə böyük görə bilirsənsə, sənin üçün maddiyyatın önəmi var deməkdir. Və artıq sən o oyuna girirsən deməkdir. Həll yolu nədir bəs müəllim? Həll yolu genişliyə, bolluğa oynamaqdır. Yəni bol düşüncəyə, xeyir düşüncəsinə, hər kəs üçün yaxşı olmaq düşüncəsinə oynamaqdır. O bu yaxınlarda bir maraqlı söz eşitdim, belə qohumlardan biri dedi. Deyir ki, qohumlar hamının yaxşılığını istəyir, amma bir şərtlə ki, ondan yaxşı olmayasan da. O bir nəfər olur da həmişə öz imperiyasında saxlamaq istəyir hər kəs. Zarafatca belə aramızda dialoq idi. Yəni məsələ odur ki, sən elə baxmayasan ki, məsələn, mənim 10 manatım var, hə, cəmaatın olsun 9-u, 10 olmasın amma, çünki səndə o elə baxmaq yox. Ümumi konsept bolluq konsepti, ümumi ürək genişlik konseptidir. Ümumiyyətlə bolluq rəqəm anlayışı deyil. Məsələn, mən bunu həmişə bir dəfə yazıda da yazmışdım ki, məsələn, siz mağazaya gedəndə kilo ilə almayın. Kilo ilə alanda rəqəm var işin içində. Siz baxın ki, nə qədərlə doyarsınız. Nə qədər sizə bəs eləyər, o qədər alın. Məsələn, mən gedəndə alma alıram, deyirəm qoy, nə qədər qoyum, deyirəm qoy. Məsələn, bizim evdə indi bir küfətik də. Qoyduqca başa düşürəm ki, hədə məsələn, bir ikisini anam yeyəcək, nə bilim, ikisini üçün mən yeyəcəm, ikisini üçün uşaqlar, bəs elə, bəs, gözümlə onun bəsliyini görürəm, onun kilosunu, çünki kilo ilə almaq rəqəmdir, ölçüdür, qıtdır. Belə deyək də məntiqən. Amma biraz elə bir ki, genişliyə oynamaq lazımdır da. Mən hərdən belə deyim də, uşaqlarımda o bolluq bilincini otuzdurmaq üçün onlara bəzən bir korobka sinikə salıram. Bir korobka. Yəni olar o korobka. Elə o bir növ belə deyək də, o sayla düşünmək, nə bilim o şey düşünməyin qabağını alıram da. Düzdür, bu həmişə baş vermir. Onsuz da bəzi şeylər zərərlidir, qoymuruq, yesin və s. Amma yəni söhbət şeydən gedir də. Söhbət onlarda o bol məntiqini otuzdurmaqdan gedir ki, bolluq şuurunu otuzdurmaqdan gedir ki, elə düşünsünlər. Çünki elə adam artıq qıtlıqdan fərqli olur, qıtlıqdan fərqli olan adam artıq daha yaxşı həyat düzəni yarada bilir özünə. Başa düşdüm mən. Keçən il o yazınızı mən oxumuşdum. Bir yoldaş bizə sual vermişdi ki, bəs mənim 100 manatım varsa, mən o 100 manata uyğun alma, çörək almalıyam və ona uyğun mən çəki çəkdirsəm, bu mənim yenə də qıtlıq bilincində olduğum anlamına gəlir. Deməli, çox yaxşı sualdır. Burada məsələ bu deyil ki, 100 manatın var, amma get ürəyin istədiyin kimi çəkdir. Məsələ bundan gedir ki, sən belə deyək də, bunu rəqəmlə izah eləyəndə alınmır da, bu başa düşürsünüz. Bunu bir rəqəmə, elə bir bolluq mənəvi hadisədir. Elə bir sən deyəmirsən də, sən neçə kilo mənəvi insansan. Bunun kilosu yoxdur axı. Ona görə bunu rəqəmə tökəndə biraz misal düz alınmır, amma gəl elə belə çalışım da onu elə rəqəm kontekstinə salmağa. Burada ana şey ondan gedir ki, məsələn, ola bilər ki, siz keyfiyyətdə bolluq axtarasınız. Ola bilər miqdarda bolluq axtarasınız. Yəni bu nə deməkdir? Ola bilər sizin 100 manatınız var. Siz başa düşürsünüz ki, onunla ala bilmərsiniz. Siz daha zəif şeyi daha çox ala bilərsiniz. Və yaxud da daha keyfiyyətli şeydən bir dənə alıb, amma yarım-yarım yeyə bilərsiniz. Başa düşürsünüz? Məsələn, problem bilirsən nədədir? Problem 100 manatı olmaqda deyil. Problem o 100 manatla gedib qıt şey almaqdadır. Məsələn, 100 manatı olan adam 15 manatlıq nar yeməz. Amma mən deyirəm ki, get al da bir dənə o nardan al. Neyinisən ki, 2 manatlıq nardan 2 kilo alasan? 4 manat ver, bir dənə nar al. Amma 15 manatlıq nar ye də. Məsələn, bunu biraz üz istəyirəm. Rəqəmə soxanda biraz düz alınmır. Bunu rəqəmə qeydəmək olmur. Amma fikir olaraq demək istəyirəm ki, bolluq qətiyyən rəqəm məsələsi deyil də. Yəni, sənin özünü sinifləndirmə məsələndir. Mən məsəl üçün 350 manat maaş alan vaxtı nə edirdim? Məsələn, biz mağazaya gedirdik. Var idi pomidor 70 qəpik, var idi pomidor 90 qəpik, var idi pomidor 1 manat 10 qəpik. Mən 1 manat 10 qəpiyini aldım. Deyirdilər ki, bu
bahadır. Deyirdim ki, o yəni mən maksimum 2 kilo alıram da. Yəni pomidor neçə kilo alacam ki evə? Düzdür? Yəni 2 kiloda itirdiyim şey 80 qəpikdir, amma mən ən yaxşı pomidoru yeyim də. Başa düşürsən? Məsələ burada rəqəmdən getmir də. Məsələ burada o sənin o gedib 70 manatlıq, 70 qəpiklik manat dedim bəxtləri, qəpik demək. Qəpik. 70 qəpiklik şeydən yapışmağın qıtlıqdır. Qıtlıq. Mən demirəm ki, sənin cibində ta 70 qəpikdən pul yoxdursa, o başqa söhbətdir. Yəni biraz bir rəqəmə söhbəndə bu biraz çətindir, amma dediyin o misala gətirəm ki, 100 manatın var, sən yenə də elə baxma, sən get keyfiyyətə bax bu səfər. Kilo ilə eləmə. Daha keyfiyyətli şey al. Amma az al ondan, amma keyfiyyətlisini al. Hocam, bu sualı da verirəm, borc məsələsini bağlayıram o 40 təfəkkürün. Okey, bir tişört var, bunun qiyməti 20 manatdır, amma biraz 2 aydan sonra, yulandan sonra gedir də yaxşı olmur, yaxşı parça olmur. Amma bir dənə də var Zegna markası. Ondan daha yaxşıdır və eyni zamanda daha ximçiskaya verəndə yuyulur, geyinir, davamlı olaraq da geyinmək olur onu. Onun qiyməti 900 manatdır, bunun qiyməti 50 manatdır. İndi mən 900 manatlığı gedib almalıyam ki, o qıtlıq bilinci mənim beynimdən çıxsın. Sən indi 900 manatın özü buna görə həlak eləyə bilmərsən. Amma sən 900 manatlığı geyinəcək oğlan kimi özünü görə bilməlisən. Məsələ ordadır. Yəni məsələ yəni ola bilər ki, sən onu pulun çatmır. Amma məsələ odur ki, sən alırsan 50 manatlığı, amma onu 900 manatlıq kimi geyinirsən. 900 manatlıq təsəvvürlə geyinirsən. Amma qıtlıq bilinci bilirsən nədir? Söhbət yenə demir, rəqəmdə deyil. Sən 50 manatlığı alırsan, amma onu 1 milyonluq köynək kimi geyinə bilməkdir. Bolluq. Amma sən 50 manatlıq alıb bu nədir? Yalnız da say köynək geyinirəm desən, zaten özünə hörmətin yoxdur sənin. Pul niyə gəlsin sənə? Mən yadıma gəlir ki, bir dənə buradan misal deyim, bilməm misal nə qədər uğurludur yoxsa yox. İlk təlimlərimə gedəndə 2012-ci il saat idi. Mən ilk təlimlərimi deyirdim. 3 nəfər təlimdə adam iştirak edirdi. 3 nəfər. Onun da ikisi dostum idi. Mən o təlimə üçün hazırlaşmış edirdim. Elə bil ki, nə bilim, 500 nəfərə təlim deyirəm. Çünki fikirləşirdim ki, belə gedirdim. O cür gedirdim. Demirdim ki, o 2 nəfərdir, ikisi də dostumdur, nə gəl. Elə demirdim. O qədər o təlimi ciddi alırdım. O qədər yenə deyim də onu alırdım deyə bəlkə də ona görə də mənim təlim və digər sahələrdə daha yaxşı nəticələr əldə edə bilim də. Yəni məsələn odur ki, o məsələ o 3 nəfərin iştirakı və 30 nəfərin, 500 nəfərin iştirakı deyil. Məsələ sənin özünü necə görməyindir. Məsələ 50 manatlıq köynəyi 9 manatlıq. Sən 9 manatlıq köynəyi adam eləyirsə problemdir burada. Bir adamı brend geyinmək adam eləyirsə, o adamın əksikliyindən xəbər verir. Səni adam eləyən özün olmalısan. Köynək olmalı deyil, maşın olmalı deyil. Əgər mən deyirəm ki, bu şuuru dəyişmək lazımdır. Köynək şuurunu dəyişmək lazım deyil. Yəni köynəyin bahalısını almağa oynamaq lazım deyil. Şuurumu dəyişmək lazımdır ki, mən elə 1000 manatlıq oğlanam. Mən elə 1000 manatlıq geyinəsi oğlanam. Bu gün prosta 50 manatlıq geyinəm, amma onu 1000 manatlıq kimi geyinirəm. Yəni bax bu bilmirəm, biraz ola bilər ki, məsələn, kimsə mənim bu danışdığımı tam başa düşə bilməsin. O çox normaldır. Amma bu şuuru bir dəfə yaşasa, elə bil ki, tutub yapışacaq bundan. Bir dəfə yaşasa. Çünki burada məsələ sənlə bağlıdır. Kənarla bağlı deyil. Sənin özünlə bağlıdır. Sən özünü sinifləndirməyinlə bağlıdır və özünü düzgün nöqtəyə qoysan, mən həmişə deyirəm, mənim dostlarım var, yaxşı pul qazanır, baxıram məndə yaxşı kostyum yox. Deyirəm ki, özümə kostyum al. Deyir, bahadır, məsəl üçün ucuzunu alır da. Deyirəm ki, pul sən niyə gəlsin ki? Sən əgər özünə yaxşı köynək almırsansa, sən əgər özünə pulun ola, yaxşı kostyum almırsansa, pul sən niyə gəlsin bundan sonra? Yəni pul sənə gəlir ki, sən özünü realizə eləyəsən. Bunu bax deyirəm, biraz da bəlkə də səhv başa düşürlər. Pul xərcləyəndə çoxalır. Pul saxlananda çoxalmır. Qara gün üçün pul saxlamaq, nə üçün? Mən demirəm, məsələn, ola bilər, sən müəyyən bir resursun ola ki, atıram da X bir məbləğ deyəsən ki, baxmada hər ehtimala qarşı yəni şey olsun, yəni bax belə olsan, yəni buna bir sözüm yoxdur, yəni demirəm ki, evdə heç kimin 1 manat olmaz. Amma məsələ ondadır ki, pulu xərcləmək lazımdır. Nəyisə xoşun gəlirsə, pulun varsa al. Harası getmək istəyirsən, get. Sən get o pul gələcək. Sən getməsən, o pul gəlməyəcək. Sən elə bir ki, məsələn, 1000 manatın var. Sən pul xərcləməsən, sənin 1000 manatın dəyişməyəcək. Amma sən pul xərcləsən 1000 manat təzədən gələcək. Sonra pul xərcləsən 1000 manat təzədən gələcək. Yəni o pulun gələn kanalı gedən kanalının üstündədir. Yəni belə cümləmi belə desəm bəlkə də daha aydın olar. Yəni ki, gedəndə gəlir.
Bilmirəm, yəni ki, Məncə kifayət qədər açıq-aydın cavab verdiniz. Mən bu məsələlər sizinlə danışmışam deyə daha agah oluram. Sadəcə istəyirəm ki, insanlar da başa düşə bilsin bu məsələləri. Sizin bir elə WhatsApp statusunuzda da yazılıb, biznesin birinci şərti əlinizdəkini qoru. Qıtlıq bilinci həm də əlinizdəkini qoruyaraq xərcləməkdir, düzdür? hə, o status nə deyir bizə? Yəni o niyə belə var? Əlindəkini qoru. Yəni biz bir şeylər əldə eləyirik, sonra onu başqa bir şeylərə dəyişirik. Hə? Bu belə deyim də dünyanın kainat qanunlarına görə ziddir. Ona görə ki, sənin tutaq ki, sən məsələn bir maşın alırsan, sabah bu maşından sonra təzə maşın, başqa maşın alırsan, bu maşını satırsan da. Burada bir problem yoxdur da, düzdür? Amma o maşını fiziki satırsan, bəs zehni olaraq o maşını tulluyursan yoxsa yox. Söhbət ondan gedir. Ayda qəşəng maşın idi. Getdi Yox, deməyə. yəni deyirsən ki, mənim bir dənə də maşınım var idi əvvəllər, çox da ləzzətli maşın idi. O maşın çox qəşəng idi. İndi bunu almışam, amma maşın da qəşəng idi. Bir də var sən deyirsən ki, bir dənə xarabat maşınım var idi. Canım, başa düşdünüz? Yəni söhbət bundan gedir ki, əlində olan qoru o mənada deyil ki, belə bütün maşın aldın, o bir maşınları satma da. Yəni belə indi belə çobud desək. Fiziki olaraq, zehni olaraq, fiziki olaraq demirəm, zehni olaraq sən ondan hansı situasiyada sağollaşırsan? Hansı məntiqlə baxırsan? Məsələ onadır. Belə deyək də, o məşhur misal var, kor deyir birinci çomağını atar da. Korun gözü açılanda deyir birinci çomağını atar. Hə, demirəm ki, gözün açıldısa çomaqla gəz. Amma demək istədiyim odur ki, o çomağı qırıb atma da. O çomaq sənə illərdir kömək eləyib. Zehin olaraq o çomaqdan çomağa belə deyim də minnətdar qal da. Məsələ ondan gedir ki, əlində olanları birinci qayda qorumaqdır. Hər şeyi yaxşı mənada, yəni bundan əvvəlki bütün situasiyaları qorumaqdır, itirməməkdir. Qorumaq biraz da itirməməyin əksidir də. Yəni əslində orada demək istəyirəm ki, itirmə. Yəni itirməyin düz olmadığını düşünürəm də. Yəni səni bu vaxta qədər gətirən şeylərlə sağollaşmağın, itirməyin mənəvi olaraq doğru deyil məncə. Bir nəfər sizdən halallıq istəyir. Adını demir amma. Allah xoş olsun. Yazıb ki, ümumi məğz budur ki, mən Xəqani müəllim haqqında çox mənfi şeylər danışmışam. Onun HR direktoru işlədiyi müddətdə. Amma çıxandan sonra o din, həyat, din biznes yazılarını oxudum və podkastlarda eşidib sizi və düşünüb ki, haqsız mövqeyidə özü imiş. Ona görə də çox podkasta çıxmaq lazımdır. Birincisi mən əslində o adamı təbrik edirəm. Həqiqətən özü-özünə aşıb. İkincisi, bu ümumiyyətlə böyük bir şeydir. İnsanın onları dinləyib, baxıb, özündə change eləyə bilməsi çox pozitiv bir şeydən xəbər verir. O insanın təbiəti ilə bağlı. İkinci məsələyə gələndə, məsələn, mən keçən dəfə də podkastda da dedim səhv eləmirəmsə, mən ümumiyyətlə mənim karyera müddətində də mənə tənqid edən adamlar, indi postlarda bir də görsən ki, altda yazanlar olur. Mən onların hamısını qucaqlayıram. Yəni ola bilər də, yəni nələrsə baş verib. Amma mən dəqiq bir şeydən əminəm ki, yəni ədalətsizlik eləməmişəm. Kiməsə qarşı, belə torba tikmək deyirlər də, torba tikməmişəm. Kiməsə qarşı mövqeyim dəyişməyib. Mən bunu %100 bilirəm. Ola bilər situativ hadisələrdə kimsə mənlə masaya oturar və mən sübut eləyər ki, mən orada səhv qərar vermişəm. Bəli, mən elə bir ki, mən elə bir bunun altından qol çəkə bilmirəm də. Həyatda mənə hər şey dəqiq düz eləyəcəm deyəmirəm. Amma 100% əmin olsun ki, o adam, yəni mən konkret ona qarşı olmayıb o mövqey. Sadəcə həmin dövrün, situasiyanın gətirdiyi bütün məlumatlar onun o çıxmağına uyğun olub. Yəni bir adamın bir adamla məqsədli pislik eləməsi, bir də var situasiyanı ona gətirməsi də. Mən buna çox dəqiq əminəm, həyatım bu əminəm. Yəni bilsən nətər əminəm, yəni çox əminəm. Tərsi 100% yoxdur da. Yəni mənəm də, mən bilmirəm ki, nə eləmişəm, nə eləməmişəm. Amma nəyi səhv eləmişəm bəlkə də, dediyim kimi də situativ ola bilər ki, səhv qərar vermişəm, situativ. Amma bu o qədər situativ olub ki, mənim şəxsi mənfəətim və şeyim o məsələnin içində olmayıb. Hətta mən sizə bir dənə belə bir detaldayım, belə yer gəlmişkən, bugün bir yerdə dedim, dünən bir yerdə dedim onu, dedim elə yaxşı, yadıma düşdü indi də. Biz arazda işləyəndə belə bir situasiya olmuşdu. Deməli, kassirlər oğruq eləyirdi, biz də çıxardırdıq. Oğruq eləyirdi, biz də çıxardırdıq. Yəni kassa, yəni kamerası da düşürdü də, yəni təftiş komandası tuturdu, göndərirdi bizə çıxardı. Bir günləri mağaza müdürü oğruq elədi.
Mağaza müdiri oğurluq elədi. Biz də çıxartmaq istəyəndə məsələ qalxdı rəhbərliyə. Rəhbərlik çıxartmadı. Çıxartmadı. İndi bu çox belə açıqlamayım. Müxtəlif səbəblər var idi orada. Ondan sonra mən çox pis oldum. Ondan sonra təftiş kassir göndərdi, çıxartmadım. Kassir göndərdi, çıxartmadım. Nə bilim, töhmət verirdik, danlayırdıq zaten, amma çıxartmırdıq. Bir hardasa 30 dənə belə case oldu. 30-cuda, nə bilim, 20-cidə təftiş komandası gəldi məndən görüşdü rəhbərlik ki, "Ay, siz nə arıyorsun? Sən axı bunları çıxartmalısan ha. Bu, yəni sən saxlayırsan bunları sistemdə. Heç birinə bağlı çıxartma qərarı vermirsən." Ona dedim ki, mən özümü yaxşı hiss eləmirəm. Elə bir gücüm ancaq zəiflərə çatır kimi hiss edirəm. Çünki kassirləri rahat çıxardırdım bundan əvvəl ona görə ki, mən oğrunun çıxardılmasına inandığım üçün bunu eləyirdim. Amma ki o mağaza müdirini ki çıxartmadıq. Orada indi mən oğruğa görə çıxartdığımı yox, zəif olduğuna görə çıxartdığım qənaətindəyəm. Mən belə evə gedənmərəm. Və həmin ərəfədə indi 1-2 dənə ola bilər ki, çox kobud oğurluqlar istisna olmaqla, tam dəqiq deyəmirəm, yadımdadır. Oğru çıxartmadıq. Və dedim ki, bir mağaza müdiri çıxartmayana qədər çıxartmayacağam. Sonra elə oldu ki, Allahdan bir dənə mağaza müdiri oğurluq elədi. Oğurluq eləyən kimi özü də o çox yaxın adam idi yuxarıya. Heç kimə qulaq asmadan onu işdən çıxartdım. Anası gəldi, yuxarıdan nə qədər dedilər ki, səhv eləmisən, onu qaytarma, dedim ki, çıxartmışam. Yəni çox ciddi bir dirəniş qoydum, onu çıxartdım. Ondan sonra dedim ki, "Vəsə, bundan sonra oğruları çıxarda bilərəm." Yəni demək istədim odur ki, Onunla bağlı bir dənə bir şey var, Əməlim. Kassiri çıxartdığınıza görə özü benzin töküb özünü yandırmaq istəyib şirkətin qabağında. Elə bir hadisə olub. Bu nə məsələdir? Danışaram. Yəni demək istədim odur ki, yəni ora qədər çalışmışam ki, yəni mən elə bir şey orada fikirləşirdim ki, bu düz deyil də, mən kassiri çıxarda bilmədim. Mağaza müdirini çıxarda bilmədim. İndi gücüm kassirlərə çatır. Mən fikirləşmirdim ki, mən elə adamam. Ona görə deyirdim ki, yox, mən bir dəfə mağaza müdiri çıxardacağam, sonra özümə haqq qazandıracağam. Və həmin ərəfədə çox ciddi təzyiq var idi satış tərəfindən, rəhbərlik tərəfindən ki, bunları çıxartmırdım onları. Yəni demək istədim odur ki, mən özüm bilirəm də. İnsan özün bilir də. Ona görə deyirəm ki, ədalətsiz olmayıb, amma o qardaşı təbrik edirəm, həqiqətən özü etiraf eləyə bilir. Özünə bizə lazım deyil yazmaq. Özünə etiraf eləyə bilir və özü özündə dəyişim eləyə bilibsə, bu onun özü üçün uğurdur. Haqqı halaldır. Əlbəttə ki, mən haqqımı ümumiyyətlə heç halal istəməyənlərə də verirəm. Heç bir problem yoxdur. Çünki onlar onu bilmirlər, deyirlər də. Yəni məni başa düşməyib deyirlər onu. Okay. Benzin məsələsidir. Benzin кейsində bizim bir nəfər işçimiz var idi. O kassir olmayıb, xadimi olub. Ola bilər nəsə şey olub da. Deməli, nəsə də belə çoxlu səhvlər eləyirdi. Biz də çağırdıq, onu bir-iki dəfə danışdıq falan. Oğlu Qarabağ, 1-ci Qarabağ müharibəsində şəhid olmuşdu. Bir oğlu da türmədə idi. Gəlini ilə yaşayırdı. Mən də ondan danışırdım və dedim ki, biz sənə dəstək olacağıq da. Sənin oğlun şəhiddir, indi bir oğlunu da tutulub. Biz də sənin bir oğlun. Sənə dəstək olacağıq. Amma bu şeyləri eləmə. Biraz şey idi də, həyatda çətinlik görmüşdü deyə çox. Məsələn, qeyri-adekvat hərəkətlər eləyirdi. Məsələn, kalpasanı müştərinin üstünə atmışdı. Başa düşdünüz? Kalpasan. Yəni hissənmişdi, yəni təmizləmişdi, müştəri gəlib keçmişdi. Götürüb kalpasanı vitrindən onun üstünə atmışdısa. Yəni biraz daha mağazaya uyğun olmayan adekvat hərəkətlər idi, hansı ki bu olmaz. Biz də onu məsələ qaldırmışlar, Nestaf onu çıxartmaq lazımdır. Mən də çağırıb demişdim ki, bəs bunun oğlu şəhid olub, bunun bir oğlu türmədədir. Yəni bu biraz elə bir düz deyil də. Okey də biz başa salaq onu işləsin. Belə bir yaşlı xanım idi. Bir neçə dəfə danışdım. Dedim, bax mən sənin oğlun, mən sənə hər dəstək olmağa hazıram, amma xahiş eləmə də bunu. Bu şeyləri eləmə, çünki çətinləşir sənin burada qalmaq. Bir dəfə, 2 dəfə, 3 dəfə. Ondan sonra bir dəfə də nəsə, elə bir hər bir həftədən bir bu söhbət qalxırdı da. Nəsə bir dəfə də oldu. Olanda çağırdım, dedim ki, gəl belə deyək. Səni mən saxlaya bilmirəm, amma səni belə ortada qoymaq istəmirəm. Sənə 4 aylıq maaş verirəm, 4 aylıq. Yəni bundan sonra get 4 ay iş tap da, rahat olsun işin. Amma elə bir səni ortada qoymaq istəmirəm də. Sən məsələn oğlun şəhiddir. Bir oğlu da şəhid dedim kimi də şəhid idi, bir oğlu da türmədə idi. O dedi ki, yox. Dedim ki, ay xal, bəs şeydir də, yəni elə bir başqa çarəmiz yoxdur da. Sən çox səhv eləmisən falan nəsə.
Dedim mən sənə yaxşılıq eləmirəm də 4 ay verirəm. Dedi yox. Mən qalıram işləyirəm, nəmliyəm. Ondan sonra qaldı işlədi. O qalıb işləyəndə, bu qərara hə deyəndə mənim açığı belə deyim də o deyirlər, damağım sancdı. Bilmirəm o ifadə. Dodağımı dişlədim. Biz bunu izləməyə aldıq. İzləməyə alanda gördük ki, bu hər gün oğurluq eləymiş. Biz bunu biləndə biz polis gətirdik. Polis elə ki, polislə onu qoxustuq da. Yəni tutmaq niyyətimiz yox idi, amma fikirləşdik ki, belə deyək də şey olmasın. Çünki ona belə çağırıb oğursan deyənmək olmayacaq da. O dediyim kimi də belə çox kaprisli adam idi. Onda o həmən epizodda gəlib özünü yandırmışdı. Yandırmış deyəndə tökmüşdü, bizim uşaqlar qoymamışdı. Şeydi, yəni vurmuşdu, nəsə belə də olmuşdu belə şeylər. Amma yəni buracan söhbəti dartmışdıq olmuşdu da. Necə hiss eləmişdiniz özünüzü? Günahkar hiss eləməmişdim. Günahkar hiss eləməmişdim, çünki mənlə bağlı deyildi, adamın özü ilə bağlı idi. Biz onunla bağlı hər şeyə dediyim kimi də biz verdiyimiz qərarların çoxunun arxasında kifayət qədər yol qət vermişik. Elə belə verməmişik. O zaman mənə ən çox dediyiniz ifadələrdən biri də budur. Yəni bu sənə vəh gəlirsə o qərarı verməlisəndir. Amma eyni zamanda emosional olmamalısan. Amma bu xanım keysində emosional rəftar eləməmisiniz. Şəhid övladı, biri övladı da türmədə. Bu emosional deyil. Belə deyək də, düz deyirsiniz, razıyam ki, burada bir emosionallıq var, amma həyat hər şey rasionallıqdan ibarət deyil. Mən ümumiyyətlə belə bu şey təbliğ eləmirəm ki, emosional olmaq lazımdır. Mən bu şey təbliğ eləmirəm. Mənim təbliğ elədiyim şey budur ki, emosional haqsızlıq eləmək olmaz. Emosional olub, məsələn, çox vaxt emosional altında haqsızlıq edilir. Məsələn, deyirlər ki, filan şey belə eləyək. Deyirəm ki, bəs yaxşı, orada bəs sahibkarın haqqı, bəs sahibkarın yanaşması. Yəni, mən heç vaxt belə baxamıram ki, emosional olub haqsızlıq eləyim. Bu keysdə, məsələn, niyə siz mənə sual verirsiniz, niyə ona 4 ay verirsən, məsələn, başqalarına vermərsən? Burada mənim ən həssas yanaşdığım məsələ oydu ki, onun övladı şəhid idi. Yəni, şəhid, bizim sahibkar da o şəhidə borcludur. Hamımız borcluyuq. Başa düşdünüz? Mən o məntiqlə baxıram ki, ona elədiyim şəxsi şey deyil. Biz dövlət olaraq şəhidlərimizə borcluyuq. Bəs deyirik ki, biz sizə borcluyuq, sizin sayənizdə. Bəs necə bunun əməli icrasını göstərək? Bu, harada polya var, orada göstərmək lazımdır da. Düzdür? Bəli. Yəni, bu da o polyalardan biridir də. Mən belə görmürəm, şəhid övladları üçün də ödənişsiz sad var. O keysi kimi deyil bu keys. Bu keys əməlli başlı şəhid anasına, şəhidə görə hörmətdir. Və mən düşünürəm ki, burada sahibkar da hörmət eləməyə borcludur. Hamımız burada hörmət eləməliyik o şəhidə. Sadəcə onun, yəni mən başqa adam olsa bu cür yanaşmazdım da. Dediyim kimi o incəlik. Bu da emosional olduğunu düşünmürəm. Bu kifayət qədər, yəni emosionallıq var işin içində, razıyam, amma yəni bu rasionallıqdan kənar emosionallıq deyil. Bu səhv hərəkət emosionallığı deyil. Onda belə çıxır ki, o zaman bu xanımın uşağı şəhid olmasaydı dərhal çıxardacaqdım onu. O elə kalpazatanda çıxardacaqdım onu. Burada ədalət olur, konkret ədalət yanaşmaz. Böyük miqyasda hə. Böyük pəncərədə hə. Böyük pəncərədə hə, ona görə ki, onun elə zaten işləmə səbəbi oğlunun olmamasıdır da. Başqa analar var ha. Onun oğlu, şəhid olmayan anaların oğlu indi evdə oturub. Yəni onun oğlu şəhid olub deyə o həyatı başqa düzəndədir də. Düzdür, yenə də deyirəm, biz baxır hansı çərçivədən baxırıq prosesə, amma bir pəncərədən var ki, biraz belə zoom edilmiş pəncərədə bir ədalət var da. Onu bu dövlətin vuruşmağı və bu dövlətin müstəqilliyi üçün gedib də onun oğlu. Onun oğlu getdiyi üçün bu əziyyət çəkir də. Yəni ona görə sən şəhidin anası kimi başqa övladını əskəriyə qoymamışların anası ilə şəhidin anasını gətirib şirkət daxilində eyni davranışın özü hələ ədalətdirmi? O özü bir sualdır da, başa düşdünüz. Bilmirəm, yəni məncə bu verdiyiniz cavab bir neçə məsələnin həll yolu tapar. Çünki bu yaxınlarda ən çox paylaşılan məsələlərdən biri budur ki, şəhid atasıdır, şəhid anasıdır, şəhid qardaşıdır. Sui-istifadə edənlər var təbii ki, bunu demirik, amma xüsusən də sui-istifadə eləməyənlər var. Onlara biz hamımız borcluyuq. Yəni onlar da bizim bacımız, qardaşımız, anamız, atamızdır. Bunu bu qədər dilə gətirmək, ümumiyyətlə başqalarının əlinə kozur kimi vermək doğru deyil. Müəllimin elə yanaşmasından da mən də qatılıram ki, ona borcluyuq. Hamımız olaraq borcluyuq.
Elə bilirəm ki, müəllimin verdiyi cavab o miqyasda bir çox şeyə cavab verdi. Kimsə istifadə eləyirsə, o özünün şəxsi keyfiyyətidir. Bizlə bağlı deyil o məsələ. O özü keyfiyyət olaraq bundan istifadə edir. Amma onu qoyduq qırağa. O istifadə edən qoyduq qırağa. O onun öz keyfiyyəti. Amma bəs bizim keyfiyyətimiz, bəs bizim ona yanaşmamız. Yəni o məsələ odur. Yəni o adam biz onu tuturmadıq da o oğruq elədiyinə görə. Çünki düşünmürəm ki, heç elə də olmalıdır. Amma dediyim kimi də, yəni bu epizodu prosta indi necə deyim də, bunu heç vaxt danışmamışdım da, birinci dəfə idi açıq danışırdım. Yəni bununla belə çox кейslər var, hansı ki arxasında çox ciddi bir şey yatır. Biz onu elə bir hamıya hər şeyi necə izah eləyək də, yəni belə. Amma dəqiqdir ki, yəni bu epizod danışdığım kimi görsünüz, həm də yadımda qalıb da. Yəni belə. Evlənmək istəyirəm Xəqani müəllim. Biri belə yazır. Evlənmək istəyirəm Xəqani müəllim. Maaşım 2000 manatdır. Bununla mən nə edəcəm? 6-dan sonra da işləməyə halım yoxdur. Evlənmək istəyirəm Xəqani. Cümləyə həqiqətən belə başlayıb. Birinci məsələ budur ki, pulun azlığına görə evlənməmək özü də səhvdir. Bunun özü də qıtlıq bilincidir. Bunun özü də mənə görə burada razılaşmayanlar ola bilər. Allaha güvənməməkdir. Yəni hamının bir ruzisi var. O ruzi də gələcək. Yəni onun qabağını almaq qeyri-mümkündür. Tutaq ki, indi o oğlan kimin alır? Tutaq ki, yenə də şərti deyək, bunun ruzisi kimindir? Fərz eləyək. Bunun yoldaşının da bir ruzisi var da. O da tutaq ki, 1000 manatdır. O evlənəndə 3000 almağa başlayacaq. Yəni ki, bu ruzi gəlir də necəsə. Yəni vasitə olar. Mən bu günləri, mən həmişə bunu deyirəm, yer gəlmişəm burada deyim. Kişilər, bax məsələn mən bir dənə özümdən misal çəkim, başa düşülsün də. Bax mən bu gün məsələn müəyyən bir pul qazanıram. Və mən anam bizlə qalır, nə bilim yoldaşım var, 3 uşağım var, onlar yəni da ailəmizdir. Və mən pul xərcləyəndə ümumiyyətlə özümə, evə yox. Evə mən çox rahat xərcləyirəm. Uşaq nəsə istəyir, nə bilim belə də hər şeylə. Özümə pul xərcləyəndə həmişə 2 dəfə fikirləşirəm. Çünki fikirləşirəm ki, mənim o pulu rahat xərcləmə haqqım yoxdur. Çünki o pulda mənim uşaqlarımın ruzisi var. Elə bil ki, belə düşün də, mənim uşaqlarımın məsələn mən 10 manat pul qazandım. 10 manatın 2 manatı anama görə gəlir. 2 manatı yoldaşıma görə gəlir. Məsələn 6 manatı, 5 manatı uşaqlara görə, 1 manat da mənə görə gəlir. Elə ki, mən özümə 3 manat xərcləyənmərəm də. Bilməm, fikrim aydındır da. Çox gözəl, aydın. Hə. Ona görə mən, məsələn, qazandığım pulu çox ciddi başqa yerə xərcləyə bilmək yetkimin olmadığını düşünürəm. Amma ailəmlə bağlı çox rahat xərcləyirəm. Çünki o ailəmin puludur da zaten. Onları xərcləyə bilərəm də. Məsələn, hər dəfə yoldaşım buna görə mənə çox danlayır. Məsələn, uşaq bir şey istəyir, məsələn, alıram, heç bəlkə də bir gün istifadə edir ki, tulluyur da, məsələn, belə şeyləmir. Çünki mən fikirləşirəm ki, o ruzsudur da, onu istəyir, onun ruzsudur. Zaten mən o vasitə idim orada. Burada bir dənə detal deyim, kişilər var, hansı ki, bu epizodik kişini deyirəm də, hansı ki, bax, elə ki, ailəsinin ruzsusu ondan gəlir də. Onlar gedib pulu öz bildiyi kimi xərcləyəndə, Allah onların ruzusunu kəsir. Ona görə xəyanət, məsələn, ona görə yaxşı şey deyil də. Sən ailəvə gələn pulu sən başqa adama xərcləyirsən. Axı ilahi şeydə oyunu pozursan, ilahi belə deyək də o dairədə. Elə bir sənə uşağıma görə 1 manat veriblər, yoldaşıma görə 1 manat veriblər, ailəvə görə 1 manat veriblər, 3 manat. Sən gəlsən bu 3 manatı xərcləyirsən başqa bir adama öz zövqünə görə. Yəni bu ilahi şeydə bu qayda pozulur. Ondan sonra o ruzinin gəlməsi, bərəkəti yerini dəyişir. Ona görə bu olmaz. Məsələn, biz deyirik, xəyanət olmaz. Hər yan hamı bağırır da, hamı deyir. Amma niyə olmaz? Bir səbəbi budur. Çünki mənəvi prosesi və balta vurursan. Mənəvi Allahdan gələn bərəkət və balta vurursan. Ruzi və balta vurursan. Çünki o sənin pulun deyil. Sən kim ixtiyar verib ki, sən onu xərcləyəsən? Kim ixtiyar verib ki, o gələn yoldaşın, uşağın xətti ilə gələn ruzini gedib başqa adama xərcləyəsən? Ona kim icazə verib? Heç kim, yəni o icazə yoxdur da. O əhd yoxdur. Ona görə biz bu gün pul qazandıqsa, o pulu xərcləmək şeyimiz yoxdur. Çox da xərcləmək ixtiyarımız olmur şəxsi olaraq.
2000 manat suala gələndə 2000 manat qazanırsa, birincisi bu yaxşı puldur. İkincisi də ki, ailəsinin də ruzisi olacaq, narahat olmasın. Yəni Allaha güvənib evlənmək lazımdır. Mən ümumiyyətlə bu mövzuları çox necə izah edeyim, söz olaraq demirəm. Hocam, məsələyə tövbə estağfurullah, ateist kimi yanaşsaz buna necə cavab verərsiniz? Ateist kimi yanaşdığım odur ki, evlən, zaten məcbur olasan ki, çox işləyəsən. Onu evlənməyəcək. 6-dan sonra da halı yoxdur işləməyə. Yox da daha yaxşı işləməyə, yəni çox pul qazanmaq, daha yaxşı maaşa getməyə ən azı şeyin olacaq da, motivasiyan olacaq. İndi o motivasiyanın dəqiq yoxdur. Məsələn 2000 alırsan, niyə öz və başqa məsələn başqa yerə çabalayasan, başqa ixtisas öyrənəsən, başqa nə ixtisas niyə eləyəsən ki bunu? Ailə olanda daha çox eləyəsən. Ümumiyyətlə mən burada keçən də şeydə dedim dərsən bunu. Ümumiyyətlə mən düşünürəm ki, onunla ölçmək məsələn səhvdir. Məsələn, ipotekam var, hələ biznes qurmayım. Nə bilim, başa düşdünüz? Yəni elə adam ipotekası olanda biznes qurmalıdır. Adam elə bizdə demişdiniz. Sizə demişəm mən. Deyirəm də yəni yadıma gəlir ki, nə görsəm üçün olanda, borc olanda biznes Murad da dedi mən ondan. Yadıma gəldi. Yəni ki, şeydir. Yəni o bu biz necədir? Kaş ki bir dənə bir şey mən bir şey bu biraz ola bilər ki, tam başa düşülməsin, amma dəqiq belədir. Amma bunu izah eləyə bilməyəcəm. Pulun miqdarı ilə, gələn pulun bərəkəti ilə işləmək arasında çox da ciddi əlaqə yoxdur. Çox da ciddi əlaqə yoxdur. İndi sözə qüvvət bir dənə şey deyim. Mən tələbəçilikdə 77 manat, bir dənə də 158 manat pul alırdım. Hələ də o bərəkəti saxlaya bilmirəm onun üstündə. Çünki biz başa düşməliyik ki, məsələ, baxın, belə deyək də, bu belə çoxlu kitablar var. Steve Jobs belədi, filan kəs belədi. Vallahi onlar heç nə eləmədi. Heç nə eləmədi. Sadəcə, bunu biraz bu çox uzun bir mövzudur, izah eləmək çətindir, amma elə bir ki, mənə güvənsizsə bu cümləni başa düşün, başa düşürsünüz. Yəni indi güvənməyəndə eyb yox. Başa düşün ki, yəni belə deyil ki, Steve Jobs daha şey qoydu ortalığa, çox pul qazandı. Elə deyil. Steve Jobs düz duyğuda oldu. Yaradıcı duyğuda oldu. Başa düşdünüz? Yəni geniş ürəkdə oldu. Ona görə bunlar baş verdi. Ona görə o Steve Jobs oldu. O elə o şeyləri yaratma səbəbi də odur. Biz həmişə epizodda çox şeydən baxırıq. Çox elə bir ki, dar çərçivədən baxırıq. Adətən belə söhbətlər olur, məsəl üçün. Bilmirəm, o mövzuya girim yoxsa yox, amma çəkim. Məsələn, ateistlərin söhbətlərinə qulaq asıram. Mən çox uşaq vaxtında və tələbəlik vaxtı çox o mübahisələrdə olmuşam, sonra başımı buraxmışam. Onlar adətən çox dəqiq bir şeyləri analiz edirlər, amma ondan əvvəli analiz eləmirlər. Məsələn, mən səni vurdum güllə ilə, öldün. Onlar deyirlər ki, Cavidanın ölmə səbəbi güllənin filan damarı deşməsidir. Çünki filan damar orqanda bu funksiyanı yerinə yetirir. Bu funksiyanı yerinə yetirsin, o damar deşildiyi üçün, o qanayıb, ona görə qan itirdiyindən, onun beyninə oksigen getməyib, belə olub, ölüb. Çox dəqiq bir diaqnozdur. Və sonra sən deyirsən ki, yox, Allah var, məsələn, deyir, yox, nədansa o güllə öldürdü onu. İndi mən deyirəm ki, qardaş, bəs bu gülləni atan, bu gülləni atma səbəbi, bax elə bir ki, indi səni öldürən güllədir, yoxsa mənim sənə güllə atmağım. O arteriya deşilməsi də düz deyir, amma ondan əvvəlki səbəb də var axı. Yaxşı, mən sənə gülləni atdım ha. Ona səbəb nədir? Sən məni hissəndirməyin. Sən məni niyə hissəndirdin? Çünki bu köklü, başa düşdünüz necə? Məsələn, araşdırıb deyirlər ki, atdım cismi yerə düşdü də, deyir, cazibə var. Bildiyi cazibə var. Bəlkə, bəs cazibə necə var? Ümumiyyətlə, niyə cazibə olmalıdır ki? Məsəl üçün də, bunu biz nəyə görə deyirəm? Bu mübahisə üçün, şey üçün demirəm. Yəni, o mövzunu açmaq üçün demirəm. Demək istədim odur ki, kök səbəblər var. Biz həmişə belə alt 3 səbəbdə ilişib qalıq da. Kök səbəblərə düşmək lazımdır. Əlbəttə ki, Steve Jobs ortaya iPhone ideyasını və şeyini qoyub, nəticəsini qoyub deyə Steve Jobs olub. Amma gəlin sual verək də, dünyada niyə bu qədər adam onu qoymadı, o qoydu? Bunun sualın cavabı nədir? Nədir bu? Yəni geni idi, nə bilim, nə eləmişdi ki o elə oldu? Çox sadə sualdır da.
Birinci ona baxmaq lazımdır. Əlbəttə ki, çox uğurlu liderlər, elə o uğurlu liderlərin kifayət qədər uğurlu xassiyyətləri də var. Amma gəl baxaq ki, uğurlu liderlər olmaq üçün elə bir dünyada onun elədiklərini eləyib uğurlu lider olmayan nə qədər adam var? Nə qədər adam var? En qədər Yusuf. 1000 dənə. Məsələn, bir Atatürk çıxır, Atatürkün elədiyindən də 10 dəfə yaxşı çox eləyən Türkiyədə adamlar çox olub. Prosta indi sual budur ki, niyə Atatürk ola bilir, onlar ola bilmir? Mən də onu deyirəm ki, tək səbəb Atatürkün ya da X-in ya da kiminsə də fərqi yoxdur. Yəni o xassiyyəti deyil, həm də ona səbəblər zəncirinin birləşməsidir. İlahi bir təsdiq də var orada. İlahi bir təsdiq də var ki, gətirir onu o eləyir. Məhz onu eləyir. Məsələn, Einstein'in bir müsahibəsi var. Çox qəşəng, yəni oxumayanların oxumanı tövsiyə edirəm. Einstein'in çox az müsahibəsi var. O müsahibədə Einstein deyir ki, Einstein olmamasında Einstein'lə asılı olmayan o qədər səbəblər iştirak eləyib ki, mən başa düşürəm ki, cüzi, yəni Einstein iradəsi burada çox az rol oynayır. Einstein'in sözüdür. Deyir, mənim Einstein olmağımda o qədər məndən asılı olmayan səbəblər iştirak eləyib ki, o mənim iradəm onun içində çox balaca iradədir. Yəni, biraz da məsələyə bu tərəfdən baxmaq lazımdır da. Onu demək istəyirəm ki, o ilahi radara düşmək lazımdır da, belə deyək. Nəinki bu, belə deyim də, o dediyim kimi də, o, bilməm, bu fikir biraz mübahisəli fikirdir və izah da eləyə bilməyəcəm çox. Çünki bu verilişin mövzusu deyil. Amma bilmək lazımdır ki, çox çalışmaqla deyil çox pul qazanmaq. Düzgün duyğuda olmaq, düzgün xəttdə olub çalışmaqlandır. Ədalətli, böyük ürəkli duyğuda olmaq lazımdır. Mən çox sahibkarla işləmişəm. Hamısının bir dənə xüsusiyyəti var, çox böyük ürəklər olub. Çox böyük ürəklər olub. Bizim kimi balaca məsələlərə ilişməyiblər. Ona görə onlar bugün çox böyük biznesmendirlər. Misal üçün, böyük ürək nümunəsinin birini deyə bilərsiniz. Mən bir dənə nümunə çəkim bundan bağlı. Adam ad günümə bilet aldı 2 dəqiqəyə. Dedi, nə eləmək istəyirsən? Dedim ki, bəs fikirləşirəm ki, İtaliyaya getsəm yaxşı olar. Onun üçün pul yığıram. Ad günümə bilet aldı İtaliyaya. Onda uşaq idim, 18-19 yaş beləncə ilə. İndi biz deyə bilərik. Çox üzr istəyirəm. Bu bilet кейsi kimi digər əməkdaşlara da keysdir. Yenə deyirəm, bəlkə maddi deyə şey olur. Həmin vaxtda az pulumuz var idi deyə bizə çox yaxşı idi. Amma belə bir şeylə görmüşük də, fikirləşirlər ki, sahibkar da jest eləməlidir. Amma elə deyil. Vallahi elə deyil. Yox, onlar böyük ürək. Mən nə qədər sahibkarla işləmişəm. Ola bilər ədalətsiz sahibkar olub. Ola bilər məsəl üçün də nə bilim, düz qərarlar verməyib. Ola 1000 dənə şey də. Yəni biz belə kitaba qoysaq, amma yəni onların şeylə araları yaxşı olub. Yəni kainatla araları yaxşı olub. Okay. Nümunə deyəcəydiniz qaldı. Nümunə indi belə açıq ağlıma gəlmir ki, belə. Amma yəni addım olaraq, məsələn, bir sahibkar var. Adını çəkməyim, çünki şey olar da, biraz da yaxşı olmaz. Kənddə, Azərbaycanda bir yerdə torpaq alıb, kənddə olan bütün qohumlarını, çadının hamısını ora köçürüb. Bakıda bir dənə kənd tikib. Yəni, bunun pulla əlaqəsi yoxdur da. Bu pulla olan hadisə deyil. Yəni, pulu var deyə deyil bu. Bu pulu var deyə deyil. Bax, bizim məmur dediyimiz adamlar var. Mən bir çoxu ilə işləmişəm. Onun birinin oğlu var. Ad çəkməyim. Mənim özüm orada iştirak eləyərək deyirəm ki, ildə bir 5 milyon xərçəng xəstəsi, nə bilim, göz amputasiyası, belə də çox qəliz situasiyalara pul xərcləyirdi. Yəni, bu gün onu hamımız şey kimi görürük, bəlkə də məmurun oğlu, bəzən tənqid. Yəni, bilirsiniz necədir? Mən demək istəmirəm, yəni ki, indi kimsə deyə bilər ki, elə səhv pul qazanıblar, eləsin də. Amma eləməyə də bilər də. Düzdür? Yəni, o biraz geniş ürəklik anlayışı var. Bu, dediyim geniş ürəklik anlayışıdır. Yəni, demirəm ki, bunu götürün. Bunu götürüb kimə qoysan, onun çox pul olacaq. Çox bərəkətli olacaq. Bunu götürdün belə. Fərqi yoxdur, ədalətsiz, vicdansız adamın üstünə qoy, onun üstünə hopsa, onun çox pul olacaq. Vicdansız olacaq, amma çox pul olacaq. Növbəti sual.
Cavidan bəy, siz sual vermisiniz Xəqani müəllimə, o milyonluq layihəni necə fakap elədiyinlə bağlı. Müəllim isə keçişdirir, yox cavabı verir. Yox dedi. O milyonluq layihəni necə fakap eləyib, o yenidən sual verir. Ümumiyyətlə mən həyatımın həmin dövründə biraz aldığım dərs yekəbaşlıq dərsi olub. Elə bilirəm ki, özümdən çox tullanmışam o situasiyada. Biz bizneslər alırdıq. O biznesləri idarə edirdik. Hətta ondan əvvəl də olan bir situasiyadır. Ondan əvvəldən gələndə, belə deyək. Yəni onun yeganə bu sözü deyə bilərəm o haqqda ki, özümü özümdən böyük gördüyüm üçün uduzmuşam orada. Oradan aldığım dərs olub ki, yerimi bil. Ondan sonra yerimi bilməyə başlamışam. Yəni кейsin özü elə bir çox şeyə toxunur deyə danışa bilmirəm də, кейsin özü. Yəni burada tərəflər var, adamlar var və sairələr var, bəziləri istəməz falan. Amma yəni ümumi keys budur. Ki yəni orada biraz məncə mənim aldığım dərs odur ki, biraz elə bir düz eləməmişdim də. Özümdən böyük yerə tullanmışdım, özümü bir şey hesab eləmişdim deyə uduzdum. Elə düşünürəm. Necə bir duyğu idi ki, nə baş vermişdi? Yəni tərəfi demədən özünüz haqqında elə bil ki, mən elə bilirdim ki, mən əjdahayam. Məsələn, buradan atıram, Qubuya piyada gedə bilərəm. Və yola çıxdım, Şamaxinkada ürəyim tutdu. Belə düşün. Başa düşdüm ki, hələ mən Şamaxinkaya gəlmişəm, 70 dənə də bu yoldan var da. Başa düşdü. O elə bir situasiya. Necə hiss elirdim? Allah öz seçimə yaşatmasın. Ümumiyyətlə mən düşünürəm ki, o həyatımın o dövründə başa düşmüşəm ki, insan niyə intihar eləyir? Həmin dövrdə elə bir ki, o duyğunu başa düşdüm ki, insan niyə intihar eləyir? Mən ömrümün bir 3 ili intiharı araşdırmışam. Çox ciddi. Azərbaycanda intiharların sayları, dünya statistikası çox mənə maraqlı idi bu mövzu. 3 il araşdırmışam. Hətta deyim ki, o vaxtki araşdırmama görə bir dənə şey deyim, bəlkə maraqlı olar. Azərbaycan 60 milyonluq ölkənin intihar statistikasını verir. Yəni bizdə intihar edənlərin sayı dünyada 60 milyonluq ölkəyə məxsus rəqəmlərdir. O vaxtki araşdırmama deyirəm, indi bilməm də. Deməli, burada ana məsələlərdən biri budur ki, mən o vaxtda, indi həmən dönəmdə insan niyə intihar elədiyini başa düşürdüm. Başa düşdüm ki, insan bu duyğuda olanda intihar eləməlidir. Eləmək istəyir də daha doğrusu. Çünki özünü çox lazımsız hiss eləyirsən, heç nə hiss eləyirsən. Yaxşı ilə pis aranda, yaxşı nədir, pis nədinin ölçüləri itir. Yəni, elə bir ki, hər şey mənasızlaşır. Dadlı şey yeyə bilmirsən. Məsələn, gecə yatırdım, saata baxırdım 1:30, 2:20, 3, nə bilim, 51, 4:31. Yəni, səhər açıldı, hamı gedir məktəbə, sonra durdum, mən də durdum. Getmir də, yuxu getmir bəy. Yatmırsan. Durursan, təzən durub gedirsən, işə sada gəlsən, təzən gecə yenə. Yəni, belə bir hal yaşayırdım. O zaman orada da ədəd məsələsi deyildi. Hə, orada da ədəd məsələsi deyildi. Tam olaraq, bax, tam səmimi ədəd məsələsi deyildi. Özüm mənlə bağlı bir məsələ idi. Mən eləyənmədim məsələsi. Qəşəng söhbətdir bu. Qəşəng dedin onu. Çox yaxşı dedin. Bəli, görürsən, mən orada belə başa düşürəm ki, bu rəqəmlə bağlı deyildi, mənlə bağlı idi. Mənlə bağlıdır. Ümumiyyətlə bilmirəm, necə bunu hayqıraq ki, heç nə qıraqla bağlı deyil, hər şey sənlə bağlıdır. Qıraqla bağlı heç nə yoxdur, hər şey səndən bağlıdır. Hər şey səndən bağlıdır. Deyirsən, bax, mənim müdürüm var, haqsızdır. Sən nəsə haqsızsan, mümkün deyil, sən haqsız, həyatımın hansısa epizodunda haqsızlıq eləmirsən, eləməyəsən, amma müdürdə haqsızlıq görəsən. O mümkün deyil. Belə bir dünya yoxdur. Gördüyün hər şey var qıraqda. Sənə toxunan, sənə girən, yəni belə demirəm, belə şey. Səni narahat edir. Səni narahat edir, belə bıçaq kimi qarnıva girəndən danışıram da. O şeylərin hamısı səndə var. Sən zaten olmasa görənmərsən. Onlar olmasa sən onu görənmərsən. Mümkün deyil görəsən. Sən olub ki, o səndə var ki, sən İnsanın idrak duyğularının içinə girə bilməyən hər şeyi, heç bir şey insan idrak eləyə bilmir. O girməlidir o duyğuya. Yəni,
sən haqsızlıq eləməlisən ki, başa düşəsən haqsızlıq nədir və o onun elədiyi haqsızlıqdır və mənə haqsızlıq eləyir də, düzdür? Yəni oradan başlayır hər şey. O zaman elə suallar var ki, belə dərinə gedirik, narahat eləmirik sizi belə. Mən narahat eləmirik. Maksimum dərinə getməməyə çalışıram. Ümid edirəm ki, yəni bu dediyim bir mənalı başa düşülmür də. Yəni başa düşülürsə də üzr istəyirəm. Yəni sadəcə başa düşdüyüm həqiqəti demək istəyirəm də. Mən indi bir dənə məsələ var burada. Həmin ərəfədə sizin çox dəstək kimdən gəldi? Yoldaşımla. Həyat yoldaşım. Necə, hər kəs ələnmişdi. Hər şey ələnmişdi. O amma çox ciddi yanımdaydı. Çox ciddi. Yoldaşınızı düzgün seçin. Sosial mesajı da verdi. Yəni ki, yəni məncə orada onun olmağı o özünü əsl göstərdi də. Yəni o var ya, pis gündə də, yaxşı gündə yanında orada özünü göstərdi. Hüsnü təşəkkür deyirəm. Buradan təşəkkür eləyin açılması. Keçən dəfə də deyirəm ki, 14 fevralda təşəkkür eləyin, heç nə demirsən. Təşəkkür eləmişəm həmişə də ona təşəkkür eləmişəm. Məncə mənim şanslı şeylərimdən biri də yoldaşımın, necə deyim də, yəni düz yoldaşımın olmasıdır. Doğru adamla evlənməyimdir. Amma məncə biraz da burada biraz qabağa gedim ki, doğru adam anlayışı da biraz nisbidir. Yəni münasibətləri yaxşı elədikcə doğrulaşır da hamı. Məncə o da var. Amma həmin epizodda yəni mənim yoldaşım ən ciddi mənim yanımda duran adam idi. Həmin o 2000 manat alan qardaş bir dənə də sual verib. Deyib, hocam evlənmək də istəyirəm, amma boşanmaqdan çox qorxuram. Ətrafımda kim varsa əksəriyyəti boşanıb demək olar ki. Hocam bu indi bir dənə məsələ var burada. Sahibkarların əksəriyyəti indi sayaram, at çəkmərəm də təbii ki. Ailəvi problem yaşayırlar. Yəni ciddi ailəvi problem yaşayırlar. Boşanma dibinə qədər gəlib gediblər. Səbəb nədir? Xarici ədəbiyyatlarda oxuyanda görür ki, hə Elon Musk'ın arvadı filankəsi olub, onda ortalıqda bir şey olmayıb. Getdi filankəsini aldı, EP-ydi, nə bilim, MP-ydi falan onları yaratdı. Sonra o bir arvadını aldı, Tesla'nı aldı və insanların beyni şeylə yolub ki, bu arvad mənə düşmədi. Və yaxud da qadındır deyir ki, bu kişi mənə düşmədi. Hocam, boşanma səbəbinin biznesdə səbəbləri nələrdir? Mən heç vaxt bu məsələlərə girməmişəm. Xəqani müəllimlə də ona görə bu məsələləri danışırıq ki, ikinci dəfə qonaq olub və bilirəm ki, məsələni biznesə və şəxsi keyfiyyətə bağlayacaq. Daha çox mənəviyyat yönümlü olmayacaq. Ona görə bunları danışırıq. Bunu belə bilin, xahiş edirəm. Boşanmaların əsas səbəbləri mən müşahidəmlə, başa düşdüyümlə və mən də evliyəm. Mən də evlilik müddətində hansı epizodlara gəlib insanların boşanmasını müşahidə eləyə bilmişəm də özüm. Plus da ki, bir adam da boşananda orada-burada elə mənə aparırlar ki, onlar boşanır danış. Oradan da təcrübələrim var. Boşanma üzrə mütəxəssis. Doğrudan atacaq, eləncə şeylərlə gedirmişsiniz. Bəzi keyslər eləmişəm. Deməli, burada ana məsələ nədir? Məncə, bir dənə mənəm ki, bu mövzuya hardan girmək lazımdır bilmirəm. Mən bir dənə deyim, sonra yığıb-yığışdırarıq bir yandan. Birinci məsələ budur ki, insanlar məhdudiyyət götürmək istəmir. İnsanlar azad olmaq istəyir, hansı ki, evlənmək çox ciddi məhdudiyyət götürmək sənətidir. Nəinki evlənmək, evdə it saxlamaq belə məhdudiyyət götürmək əhdidir. Məsələn, baxın, bir dənə evdə qalsın tək. Sonra desən ki, mən evə it alacam. Sən it alanda sənin bəzi azadlıqların məhdudlaşır. Məsələn, sən itə yemək verməlisən. Dərdlərinə belə gəlir. Düzdür? Məsələn, it aparıb gəzdirməlisən. İt nə bilim təmizlətməlisən, yumalısan, dərman vurmalısan, nə bilim həkimə aparmalısan. Hansı ki, it olmayanda sən bu dərdlərin yox idi. Evə it alanda sən bu qədər məhdudlaşırsansa, evlənəndə niyə məhdudlaşmamalısan ki? Düzdür? Heyvan haqları yazacaqlar alda. Yox da, yəni bu tam sən maşın alanda da elədir. Sənin maşının yoxdur indiyən kimi, sənin parking problemin yoxdur. Maşının olanda sən parking problemləməyə gəl, benzin problemləməyə gəl. Yəni bir şey ki, həyatıma girdi, sən özünün avantajları ilə bərabər belə deyək, dezavantajlarını da gətirir də. Nəyə görəsə biz dezavantajları götürmək istəmirik evlilikdə. Məsələn, evlənir, deyir ki, mən evlənmişdən qabaq belə idi, evlənmişsən, sənin üçün məsuliyyətlərin var da. Sən üçün olay eləməlisən. Necə maşın alanda
benzin vurmalısan. Benzin, yəni bir maşın almısan, sonra sən ki, bu maşın yaxşıdır, xoşum gəlmir, amma benzin vururam, xoşum gəlmir. Başa düşdün? Elə şey olur. Maşını apab yudutmaq lazım olur. Sən deyə qədər maşını yudutmaq dərdin yoxdur, indi maşını yudutursan. Eynilə də evlənmək də özü ilə bərabər məhdudiyyət gətirir. Bu şərtdir. Bunu belə deyim də qəbul eləmək lazımdır. Yetkinləşib bunu qəbul eləmək lazımdır. Mən bütün keyslərə aid eləmirəm əlbəttə ki, yəni bəzi keyslər var ki, bəlkə də həqiqi boşanmaya qədər gəlib çıxa bilir, həqiqi səbəblər var arxasında. Amma bir qism səbəblər, yəni indi buradan belə mən biraz şey kimi danışmaq istəmirəm belə boşananlar. Danışmaq istəmirəm. Yəni bu hamının başına gələ biləcək hadisədir. Mən də qaçılmazam. Yəni burada bunu əvvəlcədən deyim ki, yəni hamımız bu prosesin qabağında acizik. Mən rahat deyənmərəm ki, belədir belə. Mən bilmirəm gələcəkdə də məndən nə olacaq. Amma istəmirəm ona görə ki, bir yekə danışım. Başa düşdünüz? Ondan biraz narahatam. Amma elə belə indi mövzu düşmüşkən deyim də bunu. Hadisə olmuşkən deyim ki, yəni bunu qətiyyən bu mövqedə görməsinlər də ki, yəni kimsə boşanmış və adamlara qarşı deyirəm də. Ümumiyyətlə mən keysin özünü müzakirə üçün deyirəm də. O epizodda, yəni biz məsuliyyət götürmək istəmirik. Biz məhdudiyyət götürmək istəmirik. Qardaş, evləndinsə məhdudiyyət nə ilə gəlir? Məsələn, ola bilər indiyənə qədər gec gəldin və indi bir adam zəhvədə ki, nə oldu, harada qaldın, tez ol gəl, nə bilim nə. Nə bilim, indiyənə qədər ürəyin istədin edin, deyir ki, yox, bir yerdə eləyək. Yəni, belə dərdlərlə bilə gəlir. Bu qəbul olmuş normaldır. Məncə, birinci səbəb, ən kök səbəb budur. Belə. İkinci, bizim ailələrin uşaqları düz böyütməməsidir. Yəni, uşaqları yetkin eləmirlər, uşaq saxlayırlar. Ailə quranda da ev olan ailələrinə qarşılar, nə bilim də, belə. Mən bir dəfə də bir yerdə demişdim bunu. Səfərimizə Toğrul'la danışdım ki, məsələn, mənim yoldaşım mənim paltarımı ütüləmir. Mən deyirəm, gedirəm onun atasına deyirəm, anasına deyirəm, və yaxud da öz anama deyirəm. Bu hal düzəlməyəcək. O pisləşəcək. Onu heç kimə demək lazım deyil də, o aranızda həll olmalı. Yəni sən aranızda olan problemi kənara çıxartsan, o problemi həll eləmirsən, o problemi böyüdürsən. Ona görə siz aranızda həll eləməlisiniz onu. Bu belə. Üçüncü məsələ, evlilik bir seçim hadisəsi deyil. 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 Bu bir qərar hadisəsidir. Seçimlə qərar arasındakı fərq nədir? Məsələn, siz, belə deyək də, misalım biraz bəlkə də kobuddur, amma fikirdir də, başa salmaq üçün deyirəm. Bir dənə qız var. Bu qız ev işlərində çox yaxşıdır. Paltar ütülə bilir, nə bilim, yemək bişirə bilir, amma təhsili yoxdur. İngilis dili bilmir. Bir dənə də qız var. İngilis dilini çox yaxşı bilir. Təhsili də var. Amma paltar da ütüləyənmir, yemək də bişirənmir. Sən bunlar arasında seçim eləsən, hansını seçsən uduzasın. Hansını seçsən uduzasın. O zaman qorxuram o. Niyə? Çünki sən desən ki, mən paltar ütüləyən, yemək bişirən xanım alım, sabahları onun ingilis dili bilməməsi, təhsilli olmaması sənin gözünə girəcək. Və yaxud da desən ki, təhsilli alım, sabah onun paltar ütüləməməsi sənin gözünə girəcək. Ona görə onun actionlarına görə rasional seçim eləyənmərsən. Bu biraz hissi məsələdir, biraz çox istəmə məsələsidir, biraz ruhlarımızın, duyğularımızın birləşmə məsələsidir. Dəyərlərimizin birləşmə məsələsidir. Dəyərlər birləşəndən sonra o təhsillidir, təhsilsizdir, paltar ütüləyə bilir, ütülənmir, bunların heç bir önəmi olmayacaq. Onlar da problem kimi qabağınıza çıxacaq, amma onu həll eləyə biləcəksiniz. Amma sırf o rasional seçim kimi baxanda, yəni bu gələcəkdə sənə problem yaradacaq. Okay? Ona biri də budur, çünki seçimlə alırlar. Məsələn, filankəsin qızı da alır. Sabah filankəsin ölür ya da o vəzifədən gedir. O səbəb getdi axı. Başa düşdünüz? Evlənmə səbəbin getdi. Yəni dolayısıyla belə deyək, evlənmə səbəbin elə bir səbəb olmalıdır ki, o heç vaxt itməsin. İtə bilməsin. Gözəlliyə görə də olmaz. Çünki o da itəcək. Yəni vara dövlətə görə də olmaz. Çünki o da itəcək. Bu ancaq və ancaq dəyişməz olan şeylərə görə olmalıdır. Dəyərlərdir, xasiyyətdir. Hansı ki dəyişmir bunlar. Yəni, çox köklüdə, çox az halda dəyişə bilir. Məncə yəni boşanmanın ana səbəbləri bunlardır. İşin biznesinə baxanda. Biznes tərəfinə baxanda. Məncə iş adamları, biznesmenlərin elədiyi kobud bir səhv var. Özləri gedirlər bizneslərdə böyüyürlər, gedirlər xaricə, nə bilim bizneslər görürlər, bizneslərdə müxtəlif işçilər gəlir, gedir və s.
Amma özləri bir inkişaf eləyir, xanımlar qalır. Ki, bir ildən sonra xanımla onun arasında uçurum olur. 2 ildən sonra vəbşi uçurum olur. Özə gedir axı, məsələn, işə adam götürür, biznesi böyüyür. Biznesi böyüyəndə daha ağıllı xanımlar işə götürür, məsələn. Deyir, buna bax, mənim xanıma bax. Belə kişi, siz ikiniz də eyni idiniz də, sən o şərait yaratdı, sən qulluğunda durdun, sən də inkişaf elədin. Yəni bu böyüyəndən sonra birinci onu atmaq, yəni o münasibəti elə bir o münasibətə görə münasibəti dəyişməkdə, yəni bu fərqə görə özü bir kişilik deyil də belə baxanda. İkincisi, sən özünlə bərabər qaldırmalısan xanım bu da. Onu da qaldırmalısan. Bu sənin də bir işindir. Çünki biraz keçən sonra aramızda uçurum olacaq. Ona görə elə bir çünki əks halda xanımın geriləyəcək, sən də irəliləyəsən və 2 ildən 3 ildən sonra siz oturub söhbət eləyə Ona görə xanım da yəni belə deyək də uçurumun yaranmasına icazə verməmək lazımdır. Okay. Xanım tərəfdən danışsaq necə? Hocam onlar biznesmen üçün xanım tərəfdən də gördüyüm bir şey var ki, pul qazanan xanımların çoxu kişinin aktuallığını itirir. Amerikada belə bir araşdırma eləyiblər. Deyiblər ki, əgər sən jackpotu utsan, oğlanlara sual veriblər ki, sən jackpotu utsan, McDonald's işləyən qızla evlənərsən, deyiblər hə. Və əksər hissəsi. Amma qızlara deyiblər ki, sən jackpot tutsan, McDonald's istəyən oğlanla evlənsən, deyib yox, əksəriyyət. Yəni, elə bir bu bir araşdırmadır. Xanımlar pullandıqca, yəni pul qazandıqca kişinin aktuallığını saxlamaq şeyləri güclənməlidir. Çünki onlarda çox belə başa düşürəm ki, sürətlə ölür. Yəni, bir xanım 10.000 pul qazananda, gərək kişi 30.000 qazananda, başa düşdünüz, o 2.000 qazanan kişi onun üçün aktual kişi olmur. Hər zaman bu balans tənzimlənmir axı hocam, onda necə olacaq? Balans tənzimlənmək məcburiyyətindədir. Məcburiyyətindədir. Yəni, ailə dağılmaması üçün o balansı qorumaq məcburiyyətindədirlər. Yəni, ailə o balansı qorumalıdır. Pul kişidə qalmalıdır yanaşması burada yarana bilər. Mən belə baxıram da, mən belə baxmıram ki, mütləq kişidə qalmalıdır, mütləq qadın pul az qazanmalıdır. Belə baxmıram. Mən demək istəyirəm ki, böyük xanım o xanımdır ki, qazana kişinin o hörmətini saxlaya bilir. Əgər saxlaya bilmirsə, deməli, böyük xanım da öldü, onda çox qazanmasın. Yəni, əgər sən çox pul qazananda kişinin gözündən düşəcəksə, yəni, elə bir mövzu deyil də bu. Oradan da elə bir vergül yaranır. Mən çox qazananda da kişi də əlləşir, məndən çox qazansın. Hətta qazansın o başqa, amma gözündən düşəcəkdən gedir söhbət. Yəni elə bir ki, mənim gördüyüm bir xeyli boşanmalar var ki, orada kişi qazansa, qadın qazansa kişini keçdi deyə oldu. Onda təqsirkar yenə də kişidir ki, qazana bilməyibdi onu. Yəni, ola bilər. Baxır məsələyə hardan baxırıq, amma yəni bu belədir. Mən yenə də deyirəm, evli deyiləm deyə belə şeylər danışmaq mən üçün rahat, həm də qorxuludur ki, başıma gəlmə ehtimalı var. Ona görə danışmıram. Yox, məsələn, kifayət qədər mərd xanımlar var ki, onlar bu mövzularda daha başqa cür davranırlar və tanıyıram bunları. Amma yəni əksər gördüyüm şey budur ki, xanım elə biraz bilsən nətərdir, təbiət etibarilə fərqlidir də xanımdan kişi. Yəni kişi biraz daha fərqlidir, xanım daha fərqlidir. Onların böyüyəndə verdiyi reaksiyalar da fərqlidir də. Kişi də böyüyəndə fərqli reaksiya verir, qadın da böyüyəndə fərqli reaksiya verir. Amma bu dəqiqdir ki, eyni varlıq deyirlər. Yəni dəqiqdir ki, kişi qadın da kişi deyil. Yəni onlar ayrı-ayrı reaksiyalar verirlər, ayrı-ayrı duyğudadırlar. Və qadının duyğusu onun üstündədir ki, onlar çox pul qazananda daha təkliyə meyillidirlər və kişilər də tam bu cür deyil. Tam bu cür deyil, əksinə kişi çox pul qazananda daha genişlənmək istəyir də. Amma hər bir halda bunlar belə deyək də biz danışırıq bu emosional qadın və emosional kişidən də. Bir boşanma tərəfi xanım tərəfindən də budur. Mən adətən subay xanımlar bizim işçilərimiz olanda maaşlarını bir miqdardan sonra qaldırmağa çox qorxuram. Vay. Çünki sonra onların evlənməsi çətinləşəcək. Bu səbəbdə qaldırmırsın. Yox, qaldırmıram, yox, daha rahat oluram.
Narahat olursunuz. Elə bir ki, məsələn, bu gün pul verməməyin dərdindən onu fikirləşirsiniz. Çox şadıyıblar. ya gəlin belə düşünək də, bu gün 3000 alan bir xanım düşünək, subay xanım. Yəni onun evlənməyə oğlan sayı azalır. Yox? Yəni ölkə statistikasını nəzərə alsa, Bəli. yəni ən azından bu 2000 alan onu bir calaq eləyənməyəcək. Eləmir. Amma əlbəttə ki, bu dediyim mövzu şey üçündür də. Boşanmanın səbəbi kimi dedim. Yenə də burada bir də elə bil mən bilirəm sizə nə demək istəyirəm, amma oradakı bir üstünə başa düşür bunu. Xəqani müəllim demək istəyir ki, o 3000 manat qazanmalı adamdırsa, narahatam ki, ona 3000 verəndə onun evlənməyi azalır. Onu elə başa düşür. Yəni elə bil deyir ki, Xəqani müəllim ədalətsizlik edir. Əslində 3000 verməməli. Yox, əlbəttə ki, mən məqsədim bu deyil ki, 3000 manat olan adama 3000 manat verməyəsən. Məqsədim o deyil. Məqsədim odur ki, mən dedim ki, narahat oluram. O maaş artdıqca mən narahat oluram. Başa düşürəm ki, elə bir çətinləşməyə gedir həyat onun üçün. Sizin Ramazan söhbətlərinizi bir dənə xanım hər gün nənəsini oxuyur. Ona görə sizə təşəkkür edir. Oxuya bilmir deyə özü oxuyur. Deyir, nənəsinin dilindən yazıb ki, balama təşəkkür eləsin. Allah razı olsun. Allah nənəyə uzun ömür versin. Amin. Ümumiyyətlə qız övladlarının biznesdə yeri nədir? Təhsil almaları necə olmalıdır? Və bu stereotip deyirlər, nə deyirlər? O köynəyi bir dənə əynimizdən çıxarlaq deyirlər ki, qız övladları çox inkişaf eləməməlidir. Çox təhsilə verilməməlidir. Otursun evdə. Bir tərəfdə deyir ki, evdarlığı öyrənməsin, sonra öyrənər, təhsillə məşğul olsun. Bu balans necə qorunmalıdır? İki qız atası olaraq və biznesmen olaraq. Sizə sual. Məncə qızlar yəni belə deyək də, cəmiyyətə baxsaq, əslində məsələn inkişaf mən pulum məsələn bir dənə şansım olsa, oğlumdansa qızımı oxudaram. Yəni ki, bir oxutmaq şansım varsa məsələn. Məncə elə bir ki, xanımlar yəni oxumaqdır, digər sahələrdir, nədir. Əgər yəni onları daha önə atmaq lazımdır. Daha onlarla bağlı daha geniş düşünmək lazımdır. Çünki bir xanımın oxumağı, bir xanımın təhsildə olmağı bir çox şey dəyişir. Yoldaşını da dəyişir, uşaqlarını da dəyişir, atasını da dəyişir, anasını da dəyişir. Çünki xanımda o güc var. Kişidə o güc yoxdur. Xanım çox güclü fiqurdur. Kişi biraz fiziki olaraq kişi güclüdür, təbiət olaraq kişi daha başqa qərarlar verə bilir, risklər eləyə bilir. Xanım o qədər bəlkə də eləyə bilmir. Amma xanımın ümumi prosesi handle eləməsi də, başa düşməsi, handle eləməsi, yönəltməsi, onu başqa ruhiyyə salma gücü qadında daha yuxarıdır. Məsələn, tutaq ki, siz məsələn belə deyək də, bir kişi bir səhv xanımla evlənsə, onun dəyişməsi demək olar ki, daha az кейsdir. Nəyə ki, bir xanım səhv kişilə evlənsə, o daha çox dəyişər. Başa düşürsünüz nə demək istəyirəm? Yəni qadının dəyişdirmə gücü çoxdur. Qadının təsir etmə gücü çoxdur. Kişidə bu qədər deyil. Kişidə bir ram aşağıdır. Həqiqətən elədir. Elədir. O qədər dəqiq ola bilmirsən də. Kişidə biraz fərqlidir. Kişidə başqa duyğular fərqli işləyir. Başa düşürsünüz? Yəni kişi də başqa yerdə uğurludur, başqa poliyada. Ona görə məncə yəni oxumaq gələndə, nə bilim, dediyim məsələlərdə dəqiqdir ki, xanımlar bizdən öndə olmalıdırlar. Onlar daha çox dil bilməlidirlər, onlar daha çox nə bilim, proses eləyə bilməlidirlər. Evdarlıq məsələsi elədir ki, hamı hər şeyi öyrənə bilər. Yəni bu gün onsuz da robotlar çıxıb paltarı oyur, qurudur, nə bilim, işi də azdır. Amma yəni xanımı belə aparıb evin içinə salmaq necə izah eləyim də, düz deyil. Amma dediyim kimi də, aparıb cəmiyyətdə kişi ilə yarışdırmaq da düz deyil də. Yəni başa düşürsünüz nə demək istəyirəm? Onun yəni kişi ilə yarışdırmaq da düz deyil. Gedib cəmiyyəti kişi ilə yarışdırır. Çünki kişinin özünün çətin işləri var. Yəni ağır işləri var, qərarlar var, nə bilim, bəzən başqa hökmlər var. Qadın biraz daha emosional duyğular olan varlıqda, o biraz daha başqa yerlərdə daha uğurludur. Amma ümumi demək istədiyim odur ki,
qız uşaqları kimi deyirsiniz. Mən qız uşaqlarımı kifayət qədər geniş ürəkli, nə bilim, qız uşaqlarının hamısını elə böyütməyin tərəfindəyəm. Sevgi ilə, yəni qız uşaqları xüsusən sevgi ilə böyüməlidirlər. Xüsusən sevgi. Oğlan uşaqları da sevgi ilə böyüməlidir, amma qız uşaqları daha çox sevgi ilə böyüməlidirlər. Onlar daha çox qida almalıdırlar ki, onu da verə bilsinlər. Bir qız bir ailədə əgər normal böyüyə bilsə, o atasında dəyişdirir, anasında dəyişdirir, yoldaşında dəyişdirir, qardaşında dəyişdirir. Nə bilim, qaynatasında dəyişdirir, qaynanasında dəyişdirir. Siz fikir verirsinizsə, bir ailəyə bəzən bir gəlin gəlir, o ailənin hər şeyini dəyişdirir. Bərəkəti ilə. Valla. Yəni ona görə xanımların elə bir ki, bu gücünün də, yəni bu gücünü elə bir öldürmək yox, qidalandırmaq lazımdır. Əgər belə baxsaq. Yəni bu çox vacib olduğunu düşünürəm. Yəni oğlan belədir ki, oğlan yəni gedib ən misalda nəsə işləyəcək, ən misalda nəsə eləyəcək də. Düzdür, yenə deyirəm, bu dediklərim oğlan uşaqlarına da aiddir. Oğlanlarla bağlı da eyni fikirdəyəm, amma belə müqayisəli götürsək, bir şansımız olsa götürsək də, belə götürsək, məncə qız uşaqları, qızlar, xanımlar daha öndə olmalıdırlar. Şans baxımından da, seçim baxımından, şans baxımından. Məsələn, mənim məsəl üçün 100 manat, 10 manat cibində pulun varsa, onun çoxunu qıza verməlisən, azını oğlana verməlisən. Bu baxımdan da, yəni. Çünki o çoxu ilə, o daha düz istifadə edəcək o pulu. Nəinki oğlan. Yəni, bu mənada demək istədim. Mənim suallarım bitdi demək olar ki. Bir dənə sual var. Xəqan Səfərov Cavidan Səfərli ilə qohumdur. Səfərə görə deyirlər. Valla qohumdur. Mənim yoldaşlarımın sualları demək olar ki, bitdi hocam. Mənim son sualım sizə. Nə istəyirsiniz? Nə istəyirəm? İki aspektdən buna cavab verə bilərəm. Belə deyirsən, sadəcə fikirləşirəm. Birinci aspekt budur ki, həqiqətən bütün insanların, bütün hamıya elə bir ki, bəzən belə deyim də, ətrafımda, kənarda gördüyüm situasiyalar var ki, onları çox ciddi demək istəyirəm ki, vallahi elə deyil. Vallahi bu belə deyil. Amma bir dənə başa düşdüyüm şey var ki, onları deməməliyəm. Çünki dedikcə özümün də resurs və enerjim gedir, amma o da düzəlmir. Bunu çox istəyərəm ki, necəsə bir dənə belə bir tok olsun. İnsanlar belə o toka salsınlar özlərini. Hamımızı, yəni, qidalanaq da oradan. Bunu necəsə elə bir ki, bilmirəm, bəlkə də Allahın bu dünyanı yaratma mexanizmi bu cürdür. Yəni, bəziləri belə olmalıdır, bəziləri belə olmalıdır, bəziləri belə olmalıdır ki, o sistem öz şeyini tapsın, yerini tapsın. Çünki Allah bir müxtəliflikdir də. Yəni ki, acından ölən də var bu dünyada, toxundan ölən də var. Allah elə bir ki, o müxtəlifliyin içində var ola bilir də. Yəni, belə də ölkələr hamı belə şey eləməlidir. Yəni, ən dibini və ən yuxarısını göstərməlidir sənə. Görməliyik. Yəni, elə başa düşürəm. Çünki onda Allahı daha yaxşı dərk eləyirsən. Bir əslində istədiyim budur, o da bir qeyri-mümkün şeydir. İkincisi də özüm üçün bir şey, yəni öz həyatım üçün istədiyim şey var ki, bəzi şeylər var ki, onlardan zaman-zaman tarix keçdikcə, yaşım artdıqca, vaxtlar keçdikcə görürəm ki, oyda, filan şey mən 5 ildə özümdən gətirirəm də, bu nə mənasız şeydir, onu tulluyuram orada. Elə ki, onların hamısını necə bir dəfə ata bilsəydim zoralardı. Onu da başa düşürəm ki, bu mümkün deyil. O da yəqin ki, inkişaf, yəqin ki, böyümək də belə mümkündür. Hərdən özümü buna oxşadıram. Elə bir ki, insan girir yaşıl rəngin içinə, kraskanın çıxır. Sonra hər yanın yaşıl olur da. Sonra sən başlayırsan bu yaşıl təmizləməyə. Təmizləyirsən. Bu yaşıl pis xasiyyətlərimizdə belə düşünək. Təmizləyirsən. Deyirsən ki, mən təmizəm. Sonra baxırsan, burada bir dənəsi qalıb, onu da təmizləyirsən. Sonra bilirsən, burada da qalıb ki. Sonra baxırsan ki, ayda, əlin içi ümumiyyətlə yaşıl qalıb, heç gözün görməyib onu. Yəni, elə bir zaman-zaman baxırsan ki, ayda, bu qalıb, ayda, sən belə şeylərə düşünürsən, amma heç bu xasiyyət, bu qalıb ki, ayda, bunu özün, təmizlə onu, təmizləyirsən, sonra biraz keçir, yenə də nəsə çıxır. Yəni, belə ki, bunları necəsə bir dəfəyə təmizləyə bilsəydik, yaxşı olardı. Amma onu da başa düşürəm ki, təmizləmək olmayacaq. O da yəqin ki, gedişatla baş verir. Bizə sualınız olmalıdır, bir ədəd. Bir ədəd.
Sən nə istəyirsən? Necə sual verməm? Şəxsi yoxsa şey? Şəxsi də verə bilərsiniz, biznesmizdə də sual verə bilərsiniz. Mən şey istəyərəm ki, əgər belə ümumi verəcəmsə, hər kəsdən bunu istəyə bilərəm ki, istər bu söhbətdən, elə bu söhbətdən deyək də gəl. Mən həmişə verdiyim qəşəng özümə, yəni özüm fikirləşib, yəni həmişə istədiyim cavabdır da bu ki, nə öyrəndim? Nə öyrəndim? Hə, mən nə öyrəndim? Bunlar dediyiniz məsələlər mənə sizinlə danışdığıma görə əksəriyyəti təkrar edir, amma bərkitdiyim nüans bu mövzu ilə bağlı, əsasən bu ailəvi münasibətlər bağlıdır. Mən başa düşdüm ki, seçim problemi, seçimə görə seçim eləyənlər uduzur. Bəli. Yaxşı. Seçimə görə seçim edənlər uduzur. Və bunu həqiqətən bərk lesson learned elədim. Yaxşı. Qoydum. Mən də elə ki, mən həmişə düşünürəm ki, bir şey olanda özümə də sual verirəm ki, nə öyrəndim? Bax bu situasiyada nə öyrəndim? Çünki o sualı verəndə sənin beynin həqiqətən də öyrəndiyin şeyləri tapmağa hazırlaşır. Başa düşdünüz? Ona görə bəzən yazıda da yazan deyirəm ki, nə öyrəndiniz? Yazın, nə öyrəndiniz? Yəni təlim də keçəndə həmişə təlimin sonunda deyirdim ki, nə öyrəndiniz? Məncə elə ki, insan bunu yazanda, bunu iqrar eləyəndə özünə öyrənməsi də bərkiyir. Belə. Sual yoxdur, amma biri burada yazıb tutmadım söhbəti. Yəqin bu Venta'nın yaxtası ilə bağlıdır. Sizə qulluq eləyən bir ofisiant olub. O deyir ki, ən çox mənə təşəkkür eləyən o idi. Ona təşəkkür edirəm. Yəqin Venta'nın yaxtası ilə. Okey. Hocam, Ramazan bayramı münasibəti ilə bu rubrikanı çəkdik. Ramazan bayramının özəl xüsusi sözlərinizi deyin, sonra da yavaş-yavaş sağ olun. Hər kəsin Ramazan ayını təbrik edirəm. Əgər Ramazan ayının sonu bu İnşallah bayrama nəzərdə tutmuşuq. İnşallah əgər indi bayramdır ki, buna baxırsınızsa, yəni Allahın belə bir vədi var ki, Ramazan ayından bağışlayıb çıxardaram adamları. Bir növ bağışlanmış halda Allah çıxmağı nəsib eləsin. Və Allah bu bağışlanmış ağ kağızlara bir də nəsə qaralamalar eləməyi nəsib eləməsin. Yəni ki, daha çox Allah bizə güc versin ki, bundan sonra daha halımızı daha yaxşı saxlaya bilək. Belə, ancaq bunu dua eləyə bilərəm, nə deyə bilərəm. Allah razı olsun hocam. Bu yaxınlarda çox səsinə heyran olduğum bir bəyin konserti oldu. Xəzər Süleymanlı orada rəhmətli Hacı Şahin üçün belə bir ifadə işlətdi. Könül dostu. Allah rəhmət eləsin hacına. Rəhmətlikdən sonra mənim ətrafımda o könül dostu deyə biləcəyim adam yoxdur. Var dostlar, amma o könül dostu məsələsi biraz şeydir. Nə qədər ki sizlə danışıram, nə qədər söhbət edirəm, o könül dostluğunun üstünə biraz da gül əkilir elə bil. Buna görə sizə təşəkkür edirəm. Var olun. Allah razı olsun. Həmişə siz bizim qonağımız olasınız deyirəm, amma çox az görüşürük. Sizi görməyə çoxumuzun ehtiyacı var. Ekspert fikirləriniz olsun, yaşadıqlarınız olsun bizim üçün çox dəyərlidir. Ən azından bilirəm ki, altı boş deyil. Buna adım kimi əminəm ki, altı boş deyil bu fikirlərin. Çox sağ olun, minnətdarıq. Qarşıdan gələn günləriniz xeyirli olsun. Ramazan bayramınız mübarək. Bunu da bizdən sizə bir Ramazan bayramı hədiyyəsi olaraq qəbul eləməyinizi xahiş edirik. Minnətdarıq. Hələlik. Hələlik. Çox sağ olun.